Avropa Organizasyon Qəbələyi Hava Tələqatları Mərkəzinin model proqramlarını yeniləmiş məlumatların təhlillərinə əsasən və artıq bu model yanğıtların ümumi intensivliyi haqqında məlumatları bizə təqdim edir. Bu modelə baxaraq biz təhlillər əsasında onu deyə bilərik ki, fevral ayının xüsusilə də 27-si və 28-sindəki yanğıtların Azərbaycan arasında bir xeyli aramsız, intensiv və güclü olması ehtimalı var. Hətta Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda və xüsusilə də Cəlilabad, Astara ərazisindəki yanğıtların isə şiddətli yağması ehtimalı var. Prosesə səbəb isə Rusiyanın qərbində soyuq havanın toplanması və troposferin yuxarı qatlarında Rusiyanın qərbində atmosfer təzyiqində azalma gözlənilir. Troposferin aşağı qatlarında, yəni dəniz səviyyəsinə yaxın olan ərazilərdə isə artıq atmosfer təzyiqində artım gözlənilir. Bu xəritədə troposferin aşağı qatlarındakı atmosfer təzyiqini biz baxanda görürük ki, Rusiyanın qərbində atmosfer təzyiqində artım gözlənilir. Xəzər ərazisində, Xəzər dənizli ölkələrində isə atmosfer təzyiqində azalma gözlənilir. Nəticədə rütubətin sinoptik şərait nəticəsində Qara dənizdən, Aralıq dənizindən, Xəzər dənizindən daşınaraq, toplanaraq Qafqazın cənubunda birləşməsi gözlənilən nəticədə proseslərin xüsusilə də fevral ayının 27-si artıq axşama doğru, fevral ayının 27-sindən 28-sinə keçən prosesin ən pik dövrü gözlənilən nəticədə bu proses nəticəsində Bakıda şimali-qərb külələrinin ani maksimal sürətinin saatda 100 km-dən artıq etməsi ehtimalı var. Bu da bir sıra ərazilərdə fəsadların artmasına səbəb ola bilər. Eyni zamanda yağıntıların da ən pik, ən intensiv, ən aramsız dövrü də fevral ayının 27-sindən 28-sinə keçən və 28 fevral günün birinci yarısına gözlənilir. Artıq fevral ayının 28-i günün ikinci yarısına doğru bu yağıntıların əsas gücü Azərbaycanın şimal və şərq ərazilərində aktiv olacaq. Azərbaycanın qərb ərazilərində isə yağıntılarda bir xeyli azalma gözlənilir. Nəticədə xüsusilə də Böyük Qafqazın şimal-şərqində, yəni Quba, Qusar, Xasmaz, Dağlıq, Şirvanda, eyni zamanda Xızıda, Şabranda, Siyəzəndə və Abşeronda, Bakı, Abşeron, Sumqayıt ərazisində və ətraf qəsəbələrdəki yanğıtların fevral ayının 28-ci axşam saatlarına qədər olan müddət ərzində intensiv şəkildə davam etməsi gözlənilir. Lakin Azərbaycanın qərb rayonlarında isə yanğıtların fevral ayının 28-ci günün birinci yarısında artıq fasilələrlə davam etməsi gözlənilir. Bu yanğıtların xüsusilə də təhlükəli olmasına səbəb isə, yəni zərərverici hadisələrə səbəb isə xüsusilə yanğıtların intensiv və aramsız şəkildə davam etməsi